Deməli, storydə bir dənə sual-cavab butonu qoydum ki, kimin sualı varsa yazsın da. Mukbangda çəkmək üçün əlbəttə Instagram'a söhbət edər. Bu arada mən Instagramda izləmirsiniz, izləyin. Hə. Deməli, bir bəy izləyici mənə sual verir. Ki, hamiləliyinizi necə keçirtmişsiniz, hamiləliklərinizi və ürəyiniz nə istəyib yemək orada? Mən bilmirəm ki, bu həqiqətən bəydir ya yoldaşı işlədir səhifəsin. Nəysə də səhifədə kişi profilidir. Şəxsi adında nəysə. Məsələ odur. Gəl onun sualına cavab verək. Siz də rəylərdə yazarsınız ki, hamilə vaxtı maraqlı nə yemisiniz? Demək mən 3 dənə 3 hamiləyim olub. Xatuşda belə qeyri-adi heç nə istəməmişəm, amma çox tez-tez qəribə şeylər istəyirdim. Məsələn, 3-cü ayımda almanı duzlayıb yeyirdim də o dərəcədə. Fərqli zövqlərim gelişmişdi. Bir də yuxumda bulka görmüşdüm. Yanağı qırmızı belə bulka. Mamam pişirdiyini görmüşdüm. Mama demişdi, mamam pişirmişdi o mənim üçün. Xatun anadı olandan sonra onun da yanaqlar mənim kimi belə ətli idi. Qızaranda kopya bulka gözümün qabağına gəlirdi də. Fidoşda Xatunla Fidanın arasında bir yaş fərq var. Bir Xatuşun bir yaş çaylığında Fidoş anada olmuşdu da. Ona görə Fidoşda hamiləliyi demək olar ki, Xatunla bir yerdə xəstəxanalarda falan keçirtmişik də yəni. Bir də yadımdadır ki, o vaxt istədiyim tək bir dənə şit xiyar idi, qışda idi də. Şit xiyar idi. Vəsiyo. Yazda da ki, artıq şey yeyirdim, alça yeyirdim. Atası da qoymurdu ki, qalını düşür də. İncidə isə mandarin yeyirdim, mandarin. Birini yeyirdim, birinin başını didirdim, burada qoyub iyniyirdim. O birisini də soyub orada hazır qoyurdum ki, bir dənə kimi bunu yiyeyim. İnci bir dəqiqə mandarin xəstəsidir. Ben de alsam.